Əhmədov Sevinç Səlim qızı. Əhmədov Əli, Əhmədov İslamın anasıyam. 2 evladım var idi. İkisi də Vətən Qarabağ, 2-ci Qarabağ müharibəsində şəhid oldular. Müharibənin ilk günlərində şəhid olub. 27'si günü şəhid olub. İkisi də eyni gündə. 27'si axşamı əlini gətirdilər. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər. Amma ikisi də eyni gündə şəhid olublar. İslam elə biraz gec götürülmüşdü, gec gətirmişdi. İkisini də eyni gündə torpağa verdim balalarıma. Arkada heç nələr qalmayıbdı. İkisi də subay idi, Əli nişanlı idi. Yanvarda toy eləyəcəkdik, eləyə bilmədik. Bu evi özləri öz zəhmətlərindən qazanıb alıblar. İçində donca yaşamadılar. Mən də bu evi onların ev muzeyi eləmək qərarına gəldim ki, qoy hamı gəlib onları belə yad eləsin. Çünki dalda bir nişanələri qalmadı. Belə tanısınlar Əli ilə İslamı, belə yad eləsinlər, heç vaxt yaddan çıxmasın. Bu ev elin evidir, elin qapısıdır deyirəm mən. Kim istəyir, buyursun, gəlsin. Başımız üstə yerləri var hamı. Bütün xalqımızdan Allah razı olsun. Sağ olsunlar, gəlirlər, yad eləyirlər, ziyarət eləyirlər.